Buradan səslənmək istəyirəm həmin o milyonları olan klublara ki, bacarırsınızsa o Kaşqilyanı oğruyun orada, götürün orada. Bu qədər bəyənirsiniz. Möhtəşəm məşqçidir. Futbolçularla danışıram, klubda işləyənlərlə danışıram. O qədər sərt xarakterli adamdır. Və o sərt xarakteri də həm də belə deyim, o mülayimliyi ilə müşahidə olunur ki, həmişə qaraqabaq deyil. Məşqdə, oyun tapşırığında, analizlərdə yumruqdur. Elə ki, biraz boşluğa çıxdı, adam səninlə dostdur. Bir-iki nəfərdən soruşmuşam ki, bu hardan gəldi, necə oldu, biz bundan belə bu qədər gözləmirdik bu dərəcəsini. Yayda yadıma gəlir, adamların giyməyə forması yox idi. Ötən mövsümdən qalan formanı giyinirdi. Yoldaşlıq oyunları ancaq rəqib komandaların əvəzedici heyətləri ilə. Valla nə vəziyyət idi, heç anons belə, səhifələri belə işləmirdi. Adamların heç Instagram səhifəsi düz əməlli işləmirdi. Yazmırdılar, oyun harda olacaq, hansı heyət filan, baxışa kimlər gəlib. Amma bugün komanda baxırsan ki, əməlli başlı futbol oynayırlar, qardaş. Bax, o cür məşqçilər getmək lazımdır. Kaşqilya kimisin getmək lazımdır. Dambrauskas kimisin, Saşa İliç, Kaxaber Çxadadze. Düşünürsünüz ki, Kaşqilya təsadüfi seçim deyildi də, necəsə təhlil olunub, onu kim tapıbsa, onu kim tapıbsa, onu kim analiz edib, araşdırıbsa, ki buna da şübhə ilə yanaşıram ki, A-dan Z-yə bunu analiz ediblər. Yəqin kimsə məsləhət görüb, arkasında da zamin dayanıb ki, mən sənə deyirəm, yaxşı məşqçidir, elə əsl bu komandalıqdır. Amma digər tərəfdən də elə bilinmir o milyonlar daşa olan. bağlılar balçı. O milyonlar olan kluba, çünki həmişə bu aşağı liqalarda işləyib, belə deyək, 3-cü liqa, 2-ci liqa, bu Premier Liqada işləmir. Sonuncu yeri Çexiyada 3-cü liqa oldu.